Hər vaxtınız xeyir olsun. 20 yanvar metrosunun tam yaxınlığında qanuni 4 otaq 176 kvadrat mənzil göstərəcəm sizlərə. Bura mənzilin hol hissəsidir. Bura yəni istirahət otağı kimi istifadə olunur. Keçək elə birinci sizlərə qonaq otağını göstərim. Mənzil köhnənin ən yaxşı belə deyək, təmirli olan mənzillərindən biridir və gördüyünüz bütün əşyalar hamısı yəni qiymətə daxildir. Və bütün otaqlarda eyvan var. Qarşısı tam açıqdır, yəni burada heç bir zaman yəni tikinti falan olmayacaq. Keçdik növbəti otaqlara. İstiri sistemi, kombili, sanitar qovşaqları və mətbəx göstərəcəm. İsti poldur. Mətbəx üçün lazım olan hər şey var. Qabyan, soyucu, televizor, paltaryan. Burada da eyni zamanda belə bir balaca balkon var. Burada yəni qış mətbəxi olaraq istifadə olunur. Kombi, Ariston. Bu da qarşı tərəfə baxır. Hətta yəni burada belə yəni televizor var. Radiatorlar ən yaxşısından, ən keyfiyyətlisindən. Mənzilin ümumi sanitar qovşağı. Mənzilin çamaşırxana otağı. Paltaryanımız buradadır. Keçdik yataq otaqlarına. Bura uşaq yataq otağı. Bütün əşyalar hamısı qalır. Buradan da biz eyvana keçək ki, mən sizlərə mənə göstərim. Geniş məhəlləsi, aptek, araz market, lazım olan hər şey var. Və eyni zamanda yeraltı 2 mərtəbəli parkovkası da var. Pol gördüyümüz kimi bambukdur, bambuk parketdir, yaxşısındandır. Deməli, bura ikinci otağımız. Bura növbəti uşaq yataq otağı. Yəni oğlan uşağı üçün bura, qız uşağı üçün ora çox gözəl dizayn olunub. Burada valideyn yataq otağı, burada yetəri qədər genişdir. Buradan da eyni zamanda eyvana çıxış var. Və otağın daxilində hamam otağı var. Qapı var, gördüyünüz kimi fıstıq ağacından da çox keyfiyyətlidir. Və hamam otağı da eyni zamanda genişdir burada. Deməli dostlar, 10-cu mərtəbədəyik, orta mərtəbədəyik, 18-in 10-u, qanuni 4 otaq, 176 kvadrat, 380 min manat startdır. Kimə maraqlı olsa, əminəm ki, maraqlı olacaq bu mənzildə. Aşağıda qeyd olunan nömrə əlaqə saxlaya bilərsiniz. Növbəti çəkilişlərdə görüşərik.